Salam, sabahınız xeyir olsun. 25 iyul 2026-cı il tarixidir. Yay fəslinin 35-ci günüdür. Səfər ayının 11-ci günüdür. İyul ayının sonuncu həftəsinin sonuncu istirahət günlərindən biri olan şənbə 6-cı günüdür. Hər birimizə xoş istirahət etməyə arzulayıram. Hansı ki, istirahət edənlərimiz var. Onlar üçün bildirdim bu haqda və kimlər ki, istirahət edirlər, eləcə də işləri arxasında gedirlər, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, gözəl bir istirahət günü, şənbə demək, 6-cı günü keçirməyini arzulayıram. 25 iyul günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin, dinc qulaqlı bir gün keçirmələrini arzu edirəm. 25 iyul günündə də onların hər birinə qarşılarına qoyduqları hədəflərə, məqsədlərə, arzulara çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram və kimlər ki, müəllimlərin işə qəbulu, sertifikasiya imtahanları üzrə hazırlaşırlar, hansı ki, müsahibə mərhələsidir, artıq qarşıda onların müsahibə mərhələsi gəlir, hər birinə can sağlığı, uğurlar və bu müsahibə mərhələsini uğurla başa vurmalarını arzulayıram. Bununla yanaşı müəllimlərin işə qəbulu və eləcə də sertifikasiya imtahanlarını uğur əldə etməyənlərə də can sağlığı, zehni açıqlığı, yol açıqlığı, ruhdan düşməmək, yenidən hazırlaşaraq, imtahanlara qoşularaq yüksək nəticələr əldə etmələrini arzulayıram. 25 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı və demək, səbir diləyirəm. 25 iyul günündə kimlər anılır, xatırlanır, yad edilir, ruhlar şad olsun deyirəm. Onlar da xoş, gözəl yad etməyə, anmağı, xatırlamağı hər birimizə arzulayıram. Bununla yanaşı isə 25 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm və bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, sülhəmnamanlıq, firavanlıqlı, bol bərəkətli, ruzili, gözəl şad xəbərlərlə zəngin dolu olan, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili olan, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin olan bir şənbə günü, 6-cı günü keçirmələrini arzulayıram. Bununla yanaşı isə 25 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Bununla başqa isə demək 25 iyul günündə də tarixi hadisələr vardır. 25 iyul günündə də tarixi hadisələr hansı ki, ötən illərdə bildirmişdim və təkrar olaraq bir daha bildirmiş oluram və hər birimizə bu münasibətlə də bunları qeyd etmək istərdim. Tarixi günlərdən isə 25 iyul demək Pyotr Rikoda deməli, Konstitusiya günü kimi qeyd olunur. Bununla yanaşı isə 25 iyul 1567-ci ildə Karaqas şəhərinin əsası qoyulduğu gündür. 25 iyul 1868-ci ildə Wyoming Amerika Birləşmiş Ştatlarına birləşdirildiyi gündür. 25 iyul 1920-ci ildə Fransa Dəməşqi işğal etdiyi gündür. 25 iyul 1925-ci ildə Sovet İttifaqı demək, Teleqraf Agentliyi qurulduğu gündür. 25 iyul 1957-ci ildə Tunis deməli, öz müstəqilliyini elan etdiyi gündür. Bununla yanaşı 25 iyul 1992-ci ildə Sudan ilə Azərbaycan Respublika arasında diplomatik əlaqələr qurulduğu gündür. 25 iyul isə 2007-ci ildə Patipa Patil Hindistanın ilk qadın prezidenti kimi and içdiyi gündür. Və belə qeyd edək ki, bu tarixi günlərlə əlaqədar demək, hər bir şəhəri qura bilək
və gözəl şəhərlərin əsasını qoya bilək hər birimiz və bununla yanaşı isə deməli şəhərlərimizi bir-birimizə, paytaxtımıza birləşdirə bilək. Bununla yanaşı isə demək, konstitusiyamızda olan müddəalara, qaydalara riayət edək daima və bununla yanaşı isə çox sayda ölkələrlə, dövlətlərlə gözəl diplomatik əlaqələr quraq, respublikamızı inkişaf etdirək daima və inkişaf da edir və bununla yanaşı isə qadınlarımız da öz demək namizədliyində möhkəm olsunlar ki, onlar da gözəl sahələrdə seçilmişlərdən olmuş olsunlar. Tarixi günlərə belə fikirlərimi, düşüncələrimi hansı ki bu günü əhatə edirdi, 25 iyul tarixi gününü. Onlara əsas öz fikirlərimi demiş oldum. Dinlədiyiniz üçün təşəkkür edirəm.